İmam Sadiq əleyhissalam dünya məhəbbəti haqqında gözəl bir hədis buyurur bizə. İmam Sadiq əleyhissalam buyurur, dünyanın məsəli ilana bənzəyir. Zahiri çox gözəldir, bədəni yumşaq və zərifdir. Halbuki batinində öldürücü zəhər var. Yəni insanı sancıza öldürər. Deyir, dünya da belədir. Ağıllı insan ondan uzaq duracaq, amma nadan uşaq isə ona məftun olacaq. Onun məhəbbətini salacaq qəlbinə. Nadan da axı cahildir, bilmir. Amma ağıllı insan deyir, ondan uzaq duracaq. Niyə? Gözəlliyinə aldanmayacaq. Çünki bilir ki, onun daxilində zəhər var ki, insanı həlak eləyər, öldürər. Həqiqətən, dünya həyatı zahiri qəlbləri ofsunlayır. İnsanı aldadır. Amma baxırsan ki, heç nə vermir. Məhdud bir ləzzət verir insana sadəcə olaraq. Ağıllı insanlar dünya məhəbbətinin daxilində qalıcı və öldürücü zəhərin olduğunu bilirlər. Yəni, o qədər məhəbbət bəsləyəsən dünyaya, axırda bilirlər ki, insanı sancacaq dünya. Zəhərin tökəcək insanın daxilinə, fitrətinə, ruhuna. Dünyanın zəhəri ilanın zəhərindən güclüdür. Niyə? Çünki ilana zərər yetirməsən, o səni sancmaz. Amma dünya elə bir yerdir ki, elə bir məkandır ki, elə bir mahiyyət dolu bir məkandır ki, ona məhəbbət göstərəni belə sancır və zəhərin tökür.